Nehemyanın kitabı Fəsil 1. Xəkəlya oğlu Nehemyanın sözləri. Mən 20-ci ildə Kislev ayında Şuşən qalasında olarkən, qardaşlarımdan biri Xanani və Yahudadan bəzi adamlar gəldilər. Mən onlardan əsirlikdən qaçıb qurtulan Yahudilərlə Orşəlim barədə soruşdum. Mənə belə dedilər: əsirlikdən qaçıb qurtaranlar orada, vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayırlar. Orşəlimin duvarı viran olub, dərvazaları da yandırılıbdır. Bu sözləri eşitdikdə oturub ağladım, günlərlə yas tutdum. Göylərin Tanrısının hüzurunda oruç tutub dua edirdim. Dedim: yalvarıram ey göylərin Tanrısı Rəbb, ey böyük və zəhmli Tanrı ki, səni sevənlərlə, əmrlərinə əməl edənlərlə öz əhdinə sadiq qalıb məhəbbət göstərirsən. Qoy qulağın eşitsin, gözlərin görsün ki, hüzurunda indi etdiyim duanı eşidəsən. Gecə gündüz qulların olan İsrail övladları üçün dua edib, sənə etdiyimiz günahları etiraf edirəm. Mən də, atalarım da günah etmişik. Sənə çox pislik etmişik. Qulun Musaya buyurduğun əmrlərə, qaydalara və hökmlərə əməl etməmişik. Qulun Musaya buyurduğun sözü xatırla ki, demişdin: əgər xəyanət edəsiniz, sizi xalqlar arasına səpləyəcəyəm. Amma əgər mənə tərəf dönəsiniz və əmrlərimi tutub onlara əməl edəsiniz, göylərin o başına qovulsunuz belə, oradan sizi bir yerə yığacağam. O yerə gətirəcəyəm ki, adımı orada sakin etməyə seçmişəm. Onlar sənin qulların və xalqındır ki, onları böyük qüdrətlə və qüvvətli əlinlə qurtardın. Ya Rəbb, yalvarıram, bu qulunun duasına və o qulların duasına ki, sənin adına ehtiram etməkdən zövq alırlar, diqqətlə qulaq as. Bugün qulunun işini uğurlu et və bu kişinin gözündə ona lütf qazandır. Mən o vaxt padişahın saqisi idim. Fəsil 2. Padişah Ərtəxşəstanın hakimiyyətinin 20-ci ili Nisan ayı idi. Padişahın qabağına şərab qoyulmuşdu. Mən şərab camını qaldırıb ona verdim. O günə qədər mən heç vaxt onun hüzurunda kədərli görünməmişdim. Padişah mənə dedi: gərçi naxoş deyilsən, üzün niyə belə qəmlidir? Bu ancaq ürək qəmi ola bilər. O vaxt mən çox qorxdum. Padişaha dedim: padişah həmişə sağ olsun. Atalarımın dəfn edildiyi şəhər xarabalığa dönüb. Dərvazaları da yandırılıb. Necə qəmli olmayın? O vaxt padişah məndən soruşdu: məndən nə istəyirsən? Mən göylərin Tanrısına dua etdim və padişaha cavab verdim: əgər padişaha bu xoş gəlir və qulun sənin gözündə lütf tapıb, məni Yahudaya, atalarımın dəfn edildiyi şəhərə göndər ki, oranı təzədən tikim. Mələkə də padişahın yanında oturmuşdu. Padişah məndən soruşdu:
bu səfərin nə qədər çəkər? Nə vaxt qaydacaqsan? Məni göndərmək padişaha məqbul oldu və mən qaydacağım vaxtı müəyyən etdim. Sonra padişaha dedim, əgər padişaha xoş gəlir, Fərat çayının qərbindəki vilayətlərin valiləri üçün mənə namələr verilsin ki, Yəhudaya çatana qədər məni vilayətlərindən keçirsinlər. Həm də padişahın meşə nəzarətçisi Asafa namə göndərilsin ki, tir düzətmək üçün məbədin yanındakı qala dərvazalarına, şəhərin duvarına və iqamətgahıma ağac versin. Tanrının mərhəmətli əli üstündə olduğuna görə padişahdan nə istədim, mənə verdi. Fərat çayının qərbindəki valilərin yanına getdim və padişahın namələrini verdim. Padişah mənimlə birlikdə qoşun sərkərdələri ilə atlılar da göndərmişdi. Xoronlu Səmbəllət və Əmmonlu məmur Tubiya bunu eşitdikdə, İsrail övladlarının xeyrinə çalışan bir nəfərin gəldiyindən xoşlanmadılar. Orşəlimə gəlib orada 3 gün qaldım. Gecə ikən qalxıb yanıma bir neçə adam aldım, heç kəsə açmadım ki, tarı Orşəlim üçün nə etmək barədə ürəyimə nə qoyub. Mindiyimdən başqa heç bir heyvan da götürməmişdim. Gecə dərə dərvazasından çıxıb, Əjdaha quyusuna və Peyin dərvazasına tərəf getdim. Orşəlimin dağıdılan duvarlarına və yandırılan dərvazalarına nəzər saldım. Sonra çeşmə dərvazasına və padişah hovuzuna tərəf getdim. Lakin mindiyim heyvan o yerlərdən keçə bilmirdi. Beləcə gecə vadi boyunca çıxıb duvarı gözdən keçirdim. Sonra dönüb dərə dərvazasından girdim və geri qayıtdım. Hükümət məmurları haraya getdiyimi və nə etdiyimi bilmirdilər. Yahudilərə, kahinlərə, əyanlara, məmurlara və ayrı vəzifəlilərə də heç bir şey danışmamışdım. Sonra onlara dedim, düşdüyümüz bu pis vəziyyəti görürsünüz. Orşəlim xarabalığa çevrilib. Dərvazalarına da od vurulubdur. Gəlin Orşəlimin duvarını təzədən tikək ki, bundan artıq rüsvayçılıq içində qalmayaq. Onlara dedim ki, necə Tanrının mərhəmətli əli üstümdə idi və padişah mənə nə sözlər dedi. O vaxt onlar dedilər, gəlin qalxaq, buraları təzədən tikək. Beləcə onlar bu xeyirli iş üçün əlbir oldular. Lakin Xoronlu Səmbəllət, Əmmonlu məmur Tubiya və ərəb Geşem bundan xəbər tutanda bizi ələ saldılar və təhqir edib dedilər, bu nə işdir ki edirsiniz? Məgər padişahın ziddinə üsyan qaldırırsınız? Mən onlara cavab verib dedim, göylərin tarısı işimizi uğurlu edəcək. Onun qulları olan bizlər qalxıb buranı tikəcək. Sizin də Orşəlimdə nə payınız, nə haqqınız, nə də adınız olacaq. Fəsil 3. Baş kahin Elyaşiblə qardaşları qalxıb qoyun dərvazasını tikdilər. Onu təqdis edib qapı taylarını yerinə qoydular. Onlar duvarı 100 bürcünə və Xənənel bürcünə qədər təqdis etdilər.
Elyaşibin yanındakı hissəni də Əriha sakinləri tikdilər. Onların yanında İmri oğlu Zəkkur tikdi. Balıqlar dərvazasını Həsən-Nua oğulları tikdilər. Onlar tirləri yerlərinə qoydular. Qapı taylarını, rəzələrini və çəftələrini yerinə taxdılar. Onların yanında da Həqqus oğlu, Uriya oğlu Meremot təmir işlərini gördü. Meremotun yanında Meşezebel oğlu Berekiya oğlu Meşollam təmir işlərini gördü. Onların yanında da Bəna oğlu Saduq təmir işlərini gördü. Saduqun yanında Teqoə sakinləri təmir işlərini gördülər. Lakin oranın əsilzadələri, nəzarətçilərin verdiyi işlərə boyun əymədilər. Köhnə dərvazasını Paseəx oğlu Yoyada və Besodya oğlu Meşollam təmir etdilər. Onlar tirləri yerinə qoyub qapı taylarını, rəzələri və çəftələri taxdılar. Onların yanında Cibonlu Melətya, Merotonlu Yadon, Cibon və Mispa sakinləri təmir işlərini gördülər. Mispa, Fərat çayının qərbindəki torpaqların valisinin valilik məkanı idi. Onların yanında da zərgərlərdən Xərəhya oğlu Uzziyel təmir işlərini gördü. Uzziyelin yanında ətriyyatçılardan biri olan Xənənya təmir işlərini gördü. Onlar Orşəlimi geniş duvara qədər təzədən tikdilər. Onların yanındakı duvarı Xor oğlu Refaya təmir etdi ki, Orşəlimin şəhərinin yarı hissəsinin məmuru idi. Xəroməf oğlu Yedaya da onun yanında öz evinin müqabilində təmir işlərini gördü. Onunla yanaşı Xəşəbniya oğlu Xəttuş təmir etdi. Xarim oğlu Məlkiya və Pəxətmuab oğlu Xəşub ayrı bir sahəni və təndirlər bürcünü bərpa etdilər. Məlkiyanın və Xəşubun yanında Həlloxeş oğlu Şəllum ki, Orşəlim şəhərinin o biri yarısının məmuru idi, qızları ilə birlikdə təmir etdi. Vadi dərvazasını Xanon və Zanoəx sakinləri təmir etdilər. Onlar dərvazanı tikib qapı taylarını, rəzələrini və çəftələrini yerinə taxdılar. Peyin dərvazasına qədər 1000 qolaç məsafəyə duvarı təmir etdilər. Peyin dərvazasını Beyt Həkkərrəm vilayətinin məmuru Rəkkab oğlu Məlkiya bərpa etdi. Oranı tikib qapı taylarını, rəzələrini və çəftələrini yerinə taxdı. Çeşmə dərvazasını Mispa vilayətinin məmuru Çolxozə oğlu Şəllun bərpa etdi. Oranı tikib üstünü örtdü və qapı taylarını, rəzələrini və çəftələrini yerinə taxdı. O, padişah bağçasının yanında Şələx hovuzun duvarını da Davudun şəhərindən enən pilləkənə qədər tikdi. Şəllundan sonra Əzbuq oğlu Nehemya ki, Beytsur vilayətinin yarı hissəsinin məmuru idi, duvarı Davudun ailə qəbillərinin qabağına, hovuza və icidlər evinə qədər tikdi. Ondan sonra da Lavililər, Bani oğlu Rexomun rəhbərliyi altında təmir etdilər. Rexomun yanında Geila vilayətinin yarı hissə məmuru Xəşəbya öz əyaləti üçün təmir işlərini gördü. Xəşəbyadan sonra onların qardaşları Xenadad oğlu Bəvvəyin nəzarəti altındakı Geila vilayətinin yarı hissə məmuru idi, təmir işlərini gördülər. Onun yanında Yuşə oğlu Ezer ki, Mispa vilayətinin məmuru idi,
silah ambarına çıxan yolun qabağından duvarın küncünə qədər başqa sahəni təmir etdi. Onun yanında Zəbbəy oğlu Baruq duvarın küncündən baş kahin Elyaşibin evinin girişinə qədər olan başqa bir sahəni qeyrətlə təmir etdi. Ondan sonra Həqqus oğlu, Uriya oğlu Mermot Elyaşibin evinin girişindən axırına qədər təmir etdi. Ondan sonra da o ətraflarda yaşayan kahinlər təmir işlərini gördülər. Onlardan sonra Benyamin və Xəşşub öz evlərinin yanındakı sahəni təmir etdilər. Onlardan sonra Ənaniya oğlu Məsəya oğlu Əzəriya öz evinin yanındakı sahəni təmir etdi. Əzəryadan sonra Xenadad oğlu Binnoy Əzəryanın evindən duvarın künc bucağına qədər olan sahəni təmir etdi. Uzay oğlu Palal duvarın küncündən və padişahın yuxarı sarayından irəli çıxan keşikçi həyətinin yanında olan gözətçi bürcündən başlayıb təmir işlərini gördü. Ondan sonra Pəroş oğlu Pedaya ilə təmir etdilər. Ofəldə yaşayan məbəd qulluqçuları şərqə tərəf su dərvazasının qabağına və gözətçi bürcünə qədər sahəni təmir etdilər. Onun yanında Teqoə sakinləri böyük gözətçi bürcündən Ofel duvarına qədər ayrı bir sahəni təmir etdilər. At dərvazasının yuxarı hissəsində kahinlərdən hər biri öz evinin qabağını bərpa etdi. Kahinlərdən sonra İmmer oğlu Sadoq öz evinin qabağını təmir etdi. Ondan sonra şərq qapısının gözətçisi Şekənya oğlu Şeməya təmir işlərini gördü. Ondan sonra Şelemya oğlu Xənənya və Salafın 6-cı oğlu Xanon başqa bir sahəni bərpa etdilər. Xənənya və Xanondan sonra Bereçya oğlu Meşollam öz evinin qabağını təmir etdi. Ondan sonra Məlkiyə adlı bir zərgər məbəd qulluqçularının və tacirlərin nəzarət dərvazasının müqabilindəki binasına qədər və duvarın künc tərəfdəki yuxarı otağa qədər sahəni təmir etdi. Duvarın künc tərəfdəki yuxarı otağı ilə qoyun dərvazasının arasını zərgərlər və tacirlər təmir etdilər. Fəsil 4. Səmbəllət duvarı tikdiyimiz barədə eşidəndə qanı qaraldı, çox qəzəbləndi və yəhudiləri ələ salmağa başladı. O, həmvətənlərinin və varlı Samirəlilərin qabağında belə dedi: Bu aciz yəhudilər nə edirlər? Onlar buranı təzədən məcər quracaqlar. Qurban məcər kəsə bilərlər. Bu işi məcər bir gündə qurtara bilərlər. Məcər bu yanmış torpaq viranəsindən təzədən daşlar yarada bilərlər. Onun yanında olan Əmmonlu Tobiya dedi: Əgər tikdikləri daş duvarın üstünə bir tülkü atılsa, onların daş duvarını yıxacaq. Eşid ey tarımız, gör bizə necə həqarətlə baxırlar. Həqarətlərini öz başlarına döndər və onları əsirlik torpağında talançılara təslim et. Onların təqsirini əff etmə. Qoy günahları sənin yadından çıxmasın, çünki onlar bənnaları ruhdan salıblar. Beləcə biz duvarın tikməsinə davam verdik və onun hər yeri ucalığının yarısına qədər
bitişdirildi. Çünki xalq ürəkdən çalışırdı. Səmbəllər, Tobiya, Ərəblər, Əmmonlular və Əşdodlular Orşəlimin duvarının təmir işlərinin davamını və dağıdılmış yerlərin tikildiyini eşidəndə çox hirsləndilər. Onların hamısı birləşdilər ki, gəlib Orşəlimin ziddinə döyüşsünlər və orada qarma-qarışıqlıq salsınlar. Lakin biz Tanrımıza dua etdik və onların üzündən, onların ziddinə gecə-gündüz gözətçilər qoyduq. O zaman Yəhudada deyildi, işləyənlər taqətdən düşüb, zil-zibil hələ də çoxdur. Biz özümüz qadir deyilik ki, bu duvarı təzədən tikək. Düşmənlərimiz dedilər, gəlin onlar bilmədən, bizi də görmədən aralarına girib onları öldürək və bu işi dayandıraq. Onların yanında yaşayan Yəhudilər gəlib bizə 10 dəfə dedilər ki, bizə qoşulun, yoxsa sizə hər tərəfdən hücum edəcəklər. Buna görə də mən qılınclı, nizəli, oxçamanlı adamları nəsil bə nəsil duvarın arxasındakı, lap aşağıdakı açıq yerlərə düzdüm. Bu vəziyyəti görəndə qalxıb əsilzadələrə, hökumət məmurlarına və xalqın qalanına dedim, onlardan qorxmayın, böyük və zəhmli Rəbbi xatırlayın. Siz həmvətənləriniz, oğullarınız, qızlarınız, arvadlarınız və evləriniz xatirinə vuruşun. Düşmənlərimiz eşitdi ki, bu iş bizə məlum olub. Çünki Tanrı onların niyyətini boşa çıxartmışdı. Buna görə hamımız işimizə, duvarın tikilməsinə qayıtdıq. O gündən sonra adamlarımın yarısı tikintidə çalışdı. Yarısı da nizələri, qalxanları, oxçamanları tutub zirehgəydi. Sərkərdələr bütün duvar tikən Yahuda xalqının arxasında keşik çəkdilər. Duvarı tikənlər və yük daşıyan fəhlələr bir əli ilə iş görüb, o biri əli ilə silah tuturdular. Bənnaların da hər biri qılıncı belinə bağlayıb duvar tikirdi. Kərənayçısı da mənim yanımda idi. Əsilzadələrə, hökumət məmurlarına və xalqın qalanına dedim, İş çoxdur, tikindi sahəmiz genişdir. Biz duvar üstündə bir-birimizdən ayrıyıq, uzaqdayıq. Harada kərənay səsi eşidəsiniz, oraya yanımıza yığılın. Tanrımız bizim üçün vuruşacaq. Beləcə işimizi gördük və xalqın yarısı gün çıxan vaxtdan ulduzlar görünə qədər nizə tutmuşdu. O vaxt mən cəmaata dedim, hər kəs öz nökəri ilə birlikdə gecəni Orşəlimdə keçirsin və gecə keşikdə durub gündüz də işləsin. Nə mən, nə həmvətənlərim, nə də nökərlərim, nə də arxamda dayanan keşikçilər heç paltarımızı soyunmadıq. Su başına gedəndə də silah əlimizdəydi. Fəsil 5. O zaman xalqın kişiləri və arvadları Yəhudi həmvətənlərindən bərk şikayət etməyə başladılar. Bəziləri belə deyirdilər. Biz oğullarımız və qızlarımız çoxuq. Buna görə də qoyun taxıl tapaq ki, yeyib yaşayaq. Bəziləri də belə deyirdilər. Qıtlığın üzündən zəmilərimizi, üzüm bağlarımızı və evlərimizi girov qoyuruq ki, taxıl tapaq. Belə deyənlər də var idi.
padişahın zəmilərimizə və üzüm bağlarımıza qoyduğu xəracı vermək üçün pul borc almışıq. İndi bizimlə həmvətənlərimiz həmən nəsildir. Uşaqlarımız da onlarınki kimidir. Lakin bax, biz məcburuq ki, oğullarımızı və qızlarımızı qul kimi sataq. Artıq qızlarımızdan bəziləri belə satılıb. Biz çarəsizik, çünki zəmilərimiz və üzüm bağlarımız ayrıların əlindədir. Mən onların şikayət və bu ittihamlarını eşidəndə çox qəzəbləndim. Ciddi düşündükdən sonra əyanlarla hükümət məmurlarını tənbih edib belə dedim. Qardaşlarınızdan sələm pulu alırsınız. Onların ziddinə böyük bir yığın yığdım. Mən onlara dedim, biz yad ellilərə qul satılan Yəhudi qardaşlarınızı gücümüz çatana qədər satın almışıq. İndi siz qardaşlarınızı satırsınız ki, onları təzədən bizə satsınlar. Onlar deməyə bir söz tapmayıb sakit qaldılar. Cinə dedim, etdiyiniz bu iş yaxşı deyil. Məgər siz düşmənlərimiz olan yadilli millətlərin danlağından tarımızın hörmətində yaşamalı deyilsiniz. Mən də qardaşlarım və nökərlərimlə birlikdə onlara pul və taxıl borc verirəm. Gəlin bu sələmçiliyi dayandıraq. Xahiş edirəm elə indi, bugün onlara zəmilərini, üzüm bağlarını, zeytunluqlarını, evlərini, onlardan aldığınız pulun, taxılın, təzə şərabın və yağın %1 sələmini geri qaydarasınız. Onlar dedilər, biz bunları qaytararıq və daha onlardan heç bir şey tələb etmərik. Sən necə deyirsən, biz də elə edərik. Mən kahinləri çağırdım və bu sözə əməl edəcəkləri barədə onlara and içdirdim. Sonra ətəyimi silkələyib dedim, qoy bu sözə əməl etməyən hər kəsi tarı evindən, mal mülkündən beləcə silkələsin və o silkələnib boşa çıxsın. Bütün cəmaat dedi, amin və Rəbbə həmd etdilər. Sonra cəmaat bu sözə mütabiq əməl etdilər. Bundan əlavə, Padişah Ərtəxşəstanın hökmdarlığının 20-ci ilindən 32-ci ilinə qədər Yahuda torpağına vali təyin edildiyim gündən bəri 12 il mən və həmvətənlərim valilərə təyin olunmuş hazugəni yemədik. Amma məndən əvvəlki valilər xalqın üstündə yük olmuşdular. Onlardan yemək və şərabdan əlavə 40 şekel gümüş alırdılar. Hətta o valilərin nökərləri də xalqa ağalı gedirdilər. Lakin mən tarı qorxusuna görə belə etmirdim. Mən özümü bu duvarın bərpasına vəqf etdim. Biz bir zəmi belə almadıq. Bütün nökərlərim oraya iş başına yığılmışdılar. Ətraf millətlərdən yanımıza gələnlərdən əlavə, Yahudilərdən və məmurlardan da 150 adam süfrəmdə oturardılar. Hər gün mənim üçün bir öküz, 6 seçmə qoyun və toyuqlar kəsilərdi. 10 gündən bir cürbəcür şərab bolluqla gətirilərdi. Lakin yenə də mən valilərə təyin olunmuş azuqəni tələb etmirdim. Onsuz da xalqın yükü ağır idi. Ey Tanrım, bu xalq üçün etdiyim işlərə görə məni yaxşılıqla xatırla. Fəsil 6.
duvarın təzədən tikdiyimi və orada dəlik-deşiyin qalmadığını Səmbələtə, Tobiyaya, Ərəbceşimə və ayrı düşmənlərimizə xəbər verdilər. Gərçi hələ o vaxta qədər dərvazaların qapı taylarını yerinə vurmamışdım. Səmbələt və Ceşem yanıma adam göndərib dedilər, gəl un hamarlığındakı Həkkəferimdə görüşək. Amma onlar mənə pislik etmək niyyətində idilər. Mən onların yanına qasid göndərib dedim, böyük bir işlə məşğulam və oraya enə bilmərəm. Bu işi qoyub yanınıza endiyim müddət ərzində iş nə üçün dayansın? Onlar yanıma 4 dəfə bu xəbəri göndərdilər. Mən də onlara həmən cavabı verdim. Səmbələt 5-ci dəfə nökərini həmən xəbərlə mənim yanıma yolladı və onun əlində möhürlənmiş məktub var idi. Məktubda belə yazılmışdı. Ayrı millətlər arasında söz yayılıb və Ceşem deyir ki, sən və Yəhudilər üsyan etmək niyyətindəymişsiniz. Duvarı da buna görə tikirmişsiniz. Şaiyələrə görə sən onların padişahı olmaq istəyirmişsən. Orşəlimdə də peyğəmbərlər təyin edibsən ki, özün haqqında car çəkib desinlər, Yəhudada padişah var. İndi bu sözlər padişaha çatacaq. Buna görə də gəl bu barədə birlikdə məsləhətləşək. O vaxt mən Səmbəllətin yanına adam göndərib dedim, dediyin şeylərin heç biri olmayıb. Sən onları özündən çıxardırsan. Çünki hamı bizi qorxutmağa çalışıb deyirdi, bu işdən əlləri soyuyacaq və bu iş baş tutmayacaq. Ey Tanrı, indi sən əllərimə qüvvət ver. Mən Mehtebel oğlu, Delaya oğlu Şemayanın evinə getdim. O, evinə qapanıb qalmışdı. Mənə dedi, gəl Tanrının evində, məbəddə görüşək və qapılarını bağlayaq, çünki səni öldürməyə adamlar gələcək. Bəli, gecə ikən səni öldürməyə gələcəklər. Lakin dedim, mənim kimi adam məgər qaçar, canını qurtarmaq üçün məgər mənim kimi bir adam məbəddə gizlənər. Əsla belə etmərəm. Bunu başa düşdüm ki, Şəməyanı Tanrı göndərmişdi. Bu peyğəmbərlik sözünü mənim ziddimə ona görə demişdi ki, Tobiya ilə Səmbələt onu pulla tutmuşdular. O, məni qorxutmaq üçün ücrətlə tutulmuşdu ki, mən dediyini edib günaha batım. Beləcə məni pisləyib hörmətdən sala bilsinlər. Ey Tanrım, Tobiya ilə Səmbəlləti, həm də məni qorxutmaq istəyən Nəbiyyə Noədyəni və başqa peyğəmbərləri bu əməllərinə görə yadda saxla. Elol ayının 25-də, 52 gün ərzində duvarın tikilməsi başa çatdı. Bütün düşmənlərimiz, ətrafımızdakı xalqlar bunu eşidib qorxdular və cəsarətlərini əldən verdilər. Çünki onlar başa düşdülər ki, bu iş Tanrımızın köməyi ilə edilib. Həm də o günlər Yahudanın əyanları Tubiyaya çox məktub göndərirdilər və Tubiyadan da onlara cavablar gəlirdi. Yahudada çox adam Tobiya ilə bağlı qalacağına and içmişdi. Çünki Tobiya
Arəx oğlu Şekanyanın damadı idi. Həm də Tobiyanın oğlu Yehoxanan Berekçiya oğlu Meşollamın qızını almışdı. Əyanlar onun yaxşı işləri haqqında mənim yanımda danışırdılar və mənim sözlərimi ona çatdırırdılar. Tobiya məni qorxutmaq üçün məktublar göndərdi. Fəsil 7. O zaman ki, duvar tikilib qurtarmışdı və mən qapıların taylarını vurmuşdum, qapıçılar, nəğmətçilər və lavililər də təyin olunmuşdu. Qardaşım Xənanini və qala rəisi Xənənyanı Orşəlimə məmur təyin etdim. Çünki o, sadiq bir adam idi və Tardan başqalardan daha çox qorxurdu. Sonra onlara dedim, gün qızana qədər Orşəlimin dərvazaları açılmasın. Adamlar keşik çəkdiyi müddət qapıları bağlayıb qıfıllayın. Orşəlimdə yaşayanlardan da keşikçi təyin edin. Qoy hamı öz evinin qabağında keşik çəksin. Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər də hələ tikilməmişdi. Tarı ürəyimə saldı ki, əyanları, hükümət məmurlarını və xalqı yığıb siyahıya alım. Sonra ilk qaydanların nəsil şəcələrinin siyahısını tapıb, içində belə bir yazıya rast gəldim. Babil padişahı Nebukadnessərin apardığı bu əsirlər, yaşadıqları vilayətdən Orşəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdılar. Onlar Zerobbabil, Yuşə, Nehemya, Əzarya, Rəəmya, Mordokay, Bilşan, Misperet, Bigvay, Nexom və Bəna ilə gəldilər. Əsirlikdən qayıdan İsraillilərin sayı Pəroş övladları 2172 nəfər. Şefətya övladları 372 nəfər. Arəx övladları 652 nəfər. Yuşə və Yoab nəslindən Pəxət Moab övladları 2818 nəfər. Eylam övladları 1254 nəfər. Zətto övladları 845 nəfər. Zəkkay övladları 760 nəfər. Binnöy övladları 648 nəfər. Bebəy övladları 628 nəfər. Əzqad övladları 2322 nəfər. Ədoniqam övladları 667 nəfər. Bicvay övladları 2067 nəfər. Adin övladları 655 nəfər. Ater, yəni Xizqiya övladları 98 nəfər. Xaşım övladları 328 nəfər. Besay övladları 324 nəfər. Xarif övladları 112 nəfər. Cibon sakinləri 95 nəfər. Beytlehem və Netvəfa sakinləri 188 nəfər. Anatot sakinləri 128 nəfər. Beyt Əzmavet sakinləri 42 nəfər. Giryət Yeərim, Kefira və Be'erot sakinləri 743 nəfər. Rama və Cebə sakinləri 621 nəfər. Mikmas sakinləri 122 nəfər. Beyt İl və Ay sakinləri 123 nəfər. Ayrı Nebo sakinləri 52 nəfər. Ayrı Eylam övladları 1254 nəfər. Xarim övladları 320 nəfər. Əriha sakinləri 345 nəfər. Lod, Xadid və Unu sakinləri 721 nəfər.
Senea sakinləri 3930 nəfər. Kahinlər Yuşa nəslindən Yedəya övladları 973 nəfər. İmmer övladları 1052 nəfər. Pəşxor övladları 1247 nəfər. Xarim övladları 1017 nəfər. Lavililər Xodəvya nəslindən Yuşa ilə Qədmiel övladları 74 nəfər. Nəğmətçilər Asaf övladları 148 nəfər. Məbəd qapıçıları Şallom övladları, Ater övladları, Təlmon övladları, Əqqob övladları, Xətita övladları, Şobay övladları 138 nəfər. Məbəd qulluqçuları Sixa övladları, Xəsufa övladları, Təbbaot övladları, Geros övladları, Siya övladları, Padon övladları, Lebana övladları, Xəcəba övladları, Şəlməy övladları, Xanan övladları, Ciddel övladları, Cəxər övladları, Rəaya övladları, Resin övladları, Neqoda övladları, Cəzzam övladları, Ozza övladları, Paseəx övladları, Besəy övladları, Meonim övladları, Nefişsim övladları, Bəqbuq övladları, Xəqufa övladları, Xərxor övladları, Bəslit övladları, Mexida övladları, Xərşa övladları, Bərqos övladları, Sisera övladları, Teməx övladları, Nesiyəx övladları, Xətifa övladları. Süleymanın əyanlarının nəslindən Sotay övladları, Soferet övladları, Perida övladları, Yəla övladları, Dərqon övladları, Ciddel övladları, Şefətya övladları, Xəttil övladları, Poçeret Hassebayim övladları, Amon övladları. Məbəd qulluqçuları ilə Süleymanın əyanlarının övladları cəmi 392 nəfər. Bunlardır onlar ki, Telmələxdən, Telxərşadan, Kerrobdan, Əddandan və İmmerdən qayıtdılar. Ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilmirdilər. Delaya övladları, Tobiya övladları, Neqoda övladları 642 nəfər. Kahinlərdən Xobaya övladları, Həqqos övladları, Bərzilləy övladları ki, Ciladlı Bərzilləyin qızlarından arvad alıb qaynatasının adını götürmüşdülər. Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə də nəcis sayılıb kahinlikdən çıxarıldılar. Vali onlara əmr etdi ki, Orim və Tommimi işlədən bir kahin olmayınca, onlar lap müqəddəs yeməkdən yeməsinlər. Bütün cəmaat birlikdə 42.360 nəfər idi. Bundan başqa 7.337 nəfər qul və kəniz, 245 nəfər kişi və arvaddan ibarət nəğmətçi var idi. Bu adamların 736 atı, 245 qatırı, 435 dəvəsi, 6720 eşşəyi var idi. Nəsil başçılarının bəziləri işin görülməsi üçün iyanələr verdilər. Vali xəzinəyə 1000 dirhəm qızıl, 50 ləyəncə, 530 kahin paltarı verdi. Nəsil başçılarından bəziləri iş üçün xəzinəyə 20.000 dirhəm qızıl,
və 2200 mina gümüş verdilər. Xalqın qalanlarının verdikləri 20.000 dirhəm qızıl, 2000 mina gümüş və 67 kahin paltarı idi. Kahinlər, lavililər, qapıçılarla nəğməçilər, xalqın bəzisi, məbəd qulluqçuları və bütün İsraillilər öz şəhərlərində yerləşdilər. 7-ci ay gəldikdə artıq İsraillilər öz şəhərlərində idilər. Bütün xalq bir nəfər Fəsil 8 hər kimi su darvazasının qabağında meydana yığıldı. Xalq şəriət-şünas Ezradan soruşdu ki, Rəbbin İsraillilərə əmr etdiyi Musanın şəriət kitabını gətirsin. 7-ci ayın 1-ci günü kahin Ezra şəriəti bütün cəmaatın hüzuruna, kişilərin, arvadların və bütün eşidib anlaya bilən adamların hüzuruna gətirdi. Ezra su dərvazasının qabağındakı meydanda, kişilərin, arvadların və anlayıb bilənlərin qabağında səhər açılandan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq şəriət kitabına qulaq asdı. Şəriət-şünas Ezra bu iş üçün taxtadan düzəlmiş uca kürsünün üstündə dayandı. Onun sağ tərəfində Məttitya, Şemə, Ənaya, Uriya, Xilqiya və Məəsiya, solunda da Pedaya, Mişael, Məlkiya, Xaşom, Xəşbəddana, Zekəriya və Meşollam dayanmışdı. Ezra bütün xalqın gözü qabağında kitabı açdı. Çünki o bütün xalqdan daha ucada durmuşdu. O kitabı açanda bütün xalq ayağa qalxdı. Ezra böyük Tanrıya, Rəbbə həmd etdi və bütün xalq əllərini qaldıraraq amin, amin deyib cavab verdilər. Sonra baş əydilər və üzü üstə yerə düşüb Rəbbə səcdə qıldılar. Yuşə, Bani, Şerebiya, Yamin, Əqqob, Şebətəy, Xodiya, Məəsiya, Gelita, Əzəriya, Yozabad, Xanan, Pelaya və Lavililər qanunu xalqa təşrih etdilər. Xalq da yerində dayanmışdı. Onlar Tanrının şəriət kitabından oxuyub aydınlaşdırırlar və mənasını cəmaata təşrih etdilər ki, oxunan mətn başa düşülsün. Vali Nehemya, kahin və şəriət-şünas Ezra və xalqı öyrədən lavililər hamıya dedilər, bu gün Tanrınız Rəbb üçün müqəddəs gündür. Buna görə də matəm tutub ağlamayın. Çünki bütün xalq şəriətin sözlərini eşidərkən ağlayırdı. Nehemya da onlara dedi, gedin, yağlı yemək yeyin, şirin içki içsin və hazırlıq etməyənlərə də pay göndərin. Çünki bugün Rəbbimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi şadlıq sizin qüvvətinizdir. Lavillər xalqı sakit edib deyirdilər, sakit olun, çünki bugün müqəddəsdir, kədərlənməyin. Bütün xalq yeyib içməyə, paylar göndərməyə və böyük şənlik etməyə getdi. Çünki xalq ona deyilənləri başa düşdü. İkinci gün bütün xalqın nəsil başçıları, kahinlər və lavililər şəriət-şünas Ezranın yanına yığıldılar ki, şəriətin sözləri barədə fəhm qazansınlar. Rəbbim Musa vasitəsilə buyurduğu qanunda bu yazıya rast gəldilər ki, İsraillilər 7-ci ayın bayramında çardaqlarda yaşamalıdırlar.
Onlar bütün şəhərlərdə və Orşəlimdə bu xəbəri elan edib yaydılar. Təpələrə çıxın. Yazıldığı kimi çardaq qurmaq üçün zeytun, idə, mərsin, xurma və sıx yarpaqlı ağacların budaqlarını oraya aparın. Xalq çıxıb budaq gətirdi. Hər kəs öz evinin damında, həyətdə, Tarının məbədinin həyətində, su dərvazasındakı meydanda və Efraim dərvazasındakı meydanda özlərinə çardaq düzətdi. Bütün əsirlikdən geri qayıdan cəmaat çardaqlar qurub orada qaldılar. Əslində, Nun oğlu Yuşəin dövründən bu günə qədər İsraililər belə etməmişdilər. Orada çox böyük şadlıq oldu. Ezra birinci gündən axırıncı günə qədər hər gün Tarının şəriət kitabından oxuyurdu. Onlar 7 gün bayram keçirdilər. 8-ci gündə qayda qanuna görə müqəddəs bir yığın quruldu. Fəsil 9. Həmin ayın 24-cü günü İsraillilər oruç tutaraq əyinlərində çul və başları toz torpaq içində yığıldılar. İsrail övladları özlərini bütün yad ellilərdən ayırıb durdu və öz günahlarını və atalarının təqsirlərini etiraf etdi. Onlar olduqları yerdə dayanıb, günün 1/4 hissəsini Tanrıları Rəbbin şəriət kitabından oxudular. Günün 1/4 hissəsini də günahlarını etiraf edib, Tanrıları Rəbbə ibadət etdilər. Yuşə, Bani, Qədmiel, Şebanya, Bunni, Şerebya, Bani və Kenani Lavililərin pilləkəninin üstünə qalxıb, Tanrıları Rəbbə uca səslə yalvardılar. Sonra Lavililər Yuşə, Qədmiel, Bani, Xəşəbniya, Şerebya, Hodiya, Şebanya və Pedəxya dedilər: Ayağa qalxın və əbədi olan Tanrınız Rəbbə həmd edin. Qoy sənin izzətli adın mübarək olsun və etdiyiniz bütün əmrlərdən, şükürlərdən də çox ucaldılsın. Rəbb fəqət sənsən. Göylər və göylərin lap göyünü və bütün göy cisimlərini, yeryüzünü və onun bütün məxluqlarını, dəhənzlərini və içindəki hər şeyi sən yaradıbsan və hamısına həyat verirsən. Göy cisimləri səni pərəstiş edir. Sən o Rəbb Tanrısan ki, İbramı seçib, Kəldanilərin Ur şəhərindən çıxartdın və ona İbrahim adını verdin. Sən öz hüzurunda onun ürəyini vəfalı gördün və onunla əhd bağladın ki, Kənaanlıların, Xitlilərin, Emorluların, Perizlilərin, Yebosluların və Girgaşlıların diyarını ona və onun övladlarına verəsən. Və verdiyin vədəni yerinə yetiribsən, çünki sən salihsən. Misirdə atalarımızın zəllilliyini gördün və qırmızı dəhənzin yanındakı fəryadlarını eşitdin. Sonra Fironla bütün əyanlarına və ölkəsinin bütün xalqına əlamətlər və möcüzələr göstərdin. Çünki Misirlilərin atalarımıza kibirli rəftarlarını gördün və özünə bir ad açdın. Necə ki, bugündür. Atalarımızın qabağında dəhənzi yardın elə ki, onlar dəhənzin ortasında quru yerlə keçib getdilər. Onları təqib edənləri də dərinliklərə, coşqun sulara atılan bir daş kimi atdı. Atalarımıza gündüz bulud dirəyi ilə, gecələr də od dirəyi ilə yol göstərdin ki, gedəcəkləri yolu nurlandırasan. Sina dağının üstünə enib, onlarla göylərdən danışdın.
onlara ədalətli hökmlər, doğru qanunlar, yaxşı qaydalar və əmrlər verdin. Sən müqəddəs səbbət gününü onlara bildirdin və qulun Musa vasitəsilə əmrləri, qaydaları və qanunu buyurdun. Atalarımız acanda onlara göylərdən çörək göndərdin. Susuz olanda onlar üçün qayadan su çıxartdın. Atalarımıza buyurdun ki, verməsini and içdiyin torpağa girib ona sahib olsunlar. Lakin atalarımız təkəbbürlü olub dikbaşlıq etdilər və sənin əmrlərinə qulaq asmadılar. İtaət etmək istəməyib, sənin onların arasında görsətdiyin heyrətli əməllərini yada salmadılar. Beləcə dikbaşlıq edib bir başçı təyin etdilər ki, Misirdə olan nökərçilik həyatlarına qayıtsınlar. Lakin sən bağışlamağı sevən, fəyyaz, rəhmli, gec qəzəblənən və bol məhəbbətli tarı olduğuna görə onları tərk etmədin. Hətta özləri üçün tökmə dana düzəldib, bax, bu da səni Misirdən çıxardan tarın dedikləri zamanda, böyük küfrlər etdikləri zamanda, sən öz böyük mərhəmətində onları səhrada tək buraxmadın. Bulud dirəyi gündüz onları tərk etməyib, onlara getdikləri yolda bələdçilik etdi. Gecələr də o dirəyini ki, gedəcəkləri yola işıq salsın. Öz yaxşı ruhunu onlara verdin ki, onlara təlim versin. İsrail övladlarının ağızlarından mannanı əsirgəmədin, susuz olanda onlara su verdin. 40 il onları səhrada kökətdin və onlar heç nədən çorluq çəkmədilər. Nə paltarları köhnələdi, nə ayaqları şişdi. Ölkələri və xalqları da onlara təslim etdin və torpaqlarını aralarında bölüşdürdün. Onlar Xeşbon padişahı Sixonun ölkəsinə və Başan padişahı Oqun ölkəsinə malik oldular. Övladlarını da göydəki ulduzlar qədər çoxaltdın. Onları o torpağa gətirdin ki, atalarına girib oraya malik olacaqlarını demişdin. Onların övladları o torpağa girib malik oldular. Sən oranın əhalisini, yəni Kəananlıları onlara tabe etdirib, padişahlarını ölkənin əhalisi ilə bərabər onlara təslim etdirdin ki, o adamlarla istədikləri kimi rəftar etsinlər. Onlar möhkəmlənmiş şəhərləri və bərəkətli torpağı ələ keçirdilər. Mal dövlətlə dolu evlərə, qazılmış quyulara, üzüm bağlarına, zeytunluqlara və bol-bol meyvə ağaclarına sahib oldular. Beləcə yeyib doydular, kökəldilər və verdiyin böyük nemətlərlə kef elədilər. Lakin onlar itaətsizlik edib sənin ziddinə asi oldular. Qanununa arxa çevirdilər. Sənə tərəf dönmək üçün onlara ixtar verən peyğəmbərlərini öldürdülər və böyük küfrlər etdilər. O vaxt sən onları düşmənlərin əlinə təslim etdin. Düşmənləri də onlara zülm etdilər. Lakin darlıq vaxtlarında sənə fəryad edəndə, sən onları göylərdən eşitdin və öz böyük mərhəmətinə görə onlara qurtarıcılar göndərdin. Onlar da İsrailləri düşmən əlindən qurtardılar. Lakin rahat olan kimi yenə sənin hüzurunda pis işlər gördülər. Buna görə də sən onları düşmənlərinə təslim etdin.
Düşmənləri də onlara hakim oldular. Onlar yenə də sənə fəryad etdilər. Sən onları göylərdən eşidib öz mərhəmətinə görə dəfələrlə onları qurtardın. Onlara ixtar verdin ki, sənin qanununa tərəf dönsünlər. Amma yenə də təkəbbürlü olub əmrlərinə qulaq asmadılar və hökmlərini pozub günah etdilər. Halbuki, o hökmlərə əməl edən hər kəs həyat tapar. Onlar inatkarlıqla sənə arxa çevirib dikbaşlıq və itaətsizlik etdilər. Lakin sən illər boyu onlarla səbirlə rəftar etdin. Öz ruhunla, peyğəmbərlərin vasitəsilə onlara ixtar verdin. Lakin yenə də qulaq asmadılar. Ona görə də sən onları ölkələrin xalqlarına təslim etdin. Lakin sən böyük mərhəmətinə görə İsrailliləri məhv olmağa qoymadın, onları tərk etmədin, çünki sən fəyyaz və rəhmli tarısan. İndi ey əhdinə sadiq olan böyük, qüdrətli, zəhmli tarımız. Aşor padişahlarının dövründən bu günə qədər bizim çəkdiyimiz padişahlarımızın, ağalarımızın, kahinlərimizin, peyğəmbərlərimizin, atalarımızın və xalqının çəkdiyi bu əzab, əziyyət sənin gözündə kiçik görünməsin. Sən başımıza gələn hər işdə bizimlə adil olubsan, bizimlə vəfalı rəftar edibsən. Amma biz şərarət etmişik. Çünki padişahlarımız, rəislərimiz, kahinlərimiz, atalarımız sənin qanununu saxlamayıblar. Sənin əmrinə və verdiyin ixtarlara qulaq asmayıblar. Onlar öz ölkələrində verdiyin böyük nemətlər içində, geniş, bərəkətli torpaqda belə sənə qulluq etmədilər və pis əməllərindən əl çəkmədilər. Bax, bugün biz nökərik. Atalarımıza meyvəsini və gözəl məhsulunu yemək üçün verdiyin o torpaqda biz nökərçilik edirik. Onun bol məhsulu günahımız üçün üstümüzdə hökm sürən padişahlara nəsib olur. Bizim bədənlərimizə də, heyvanlarımıza da istədikləri kimi hökm sürürlər. Biz böyük darlıqdayıq. Bütün bunlara görə səninlə yazılı bir əhd bağlayırıq. Rəislərimiz, lavililərimiz və kahinlərimiz də bu əhdi möhürləyirlər. Fəsil 10. Əhdi möhürləyənlər bunlar idilər. Xəkəlya oğlu Vali Nehemya, Sidqiya, Seraya, Əzərya, Eremya, Pəşxur, Əmərya, Məlkiya, Xəttoş, Şebanya, Məlluk, Xarim, Meremot, Obədya, Danyal, Ginneton, Baruk, Meşollam, Əbiya, Miyamin, Məəzya, Bilcay, Şeməya. Bunlar kahinlər idilər. Lavililər, Əzənya oğlu Yuşə, Xenadad övladlarından Binnoy və Qədmiyel, onların qardaşları Şebanya, Hodiya, Gelita, Playa, Xanan, Mika, Rexob, Xəşəbya, Zəkkur, Şerebya, Şebanya, Hodiya, Bani, Beninu. Xalqın başçıları Pəroş, Pəxət Muab, Eylam,
زتو، بانی، بونی، ازگاد، ببی، ادونیا، بیجوای، آدین، آتر، خزگیا، اززور، هودیا، خشم، بسای، خریف، اناتوت، نبای، مکپیاش، مشولام، خزیر، مشزبل، صادوق، یدعا، پلتیا، خانان، انایا، خوشیه، خننیا، خشوب، حلوخش، فلها، شبیک، رخم، خشبنا، معسیا، اخیا، خانان، آنان، ملدوک، خاریم، بنا. Qalan xalq, kahinlər, lavililər, məbəd qapıçıları, nəğmətçilər, məbəd qulluqçuları, Tanrının qanununa görə ətraf xalqlardan ayrılan hər kəs, arvadları, ağlı kəsən oğulları və qızları ilə bərabər, həmvətənləri və əyyanları ilə birləşdilər və and içdilər ki, Tanrının qulu Musanın əli ilə verdiyi şəriətə mütabiq yaşasınlar və Pərverdigarımız Rəbbin bütün əmrlərini, hökmlərini və qaydalarını riayət etsinlər. And içib əməl etməyən hər kəsə lənət qoydular. And içdik ki, qızlarımızı ölkənin xalqlarına verməyib, onların qızlarını öz oğullarımıza almayacaq. Ölkənin xalqlarından da ki, bizə səbbət günündə əşya və taxıl gətirib satırlar, səbbət günü və ya ayrı müqəddəs bir gündə onlardan heç nə almayacaq. 7 ildə bir dəfə torpağı dincə qoyacaq və bütün borcları ləğv edəcək. Boyuna aldıq ki, ildə şekelin 1/3 hissəsini Tanrımızın məbədinin xidməti üçün verək. Bu pul təqdim çörəkləri, daimi taxıl təqdimi, daimi yandırma qurbanı, səbbət günləri, təzə ay mərasimləri və ayrı bayramlar, müqəddəs şeylər, İsrail övladlarının günahını kəffarə etmək üçün günah qurbanları və Tanrımızın məbədinin ayrı işləri üçündür. Biz kahinlər, lavililər və xalq hər il müəyyən vaxtda Tanrımızın məbədini odunla təmin etmək üçün atalarımızın nəsillərinə görə püşk atdıq. Bu odunlar şəriətdə yazıldığı kimi Tanrımız Rəbbin qurbancağında yandırılmalı idi. Hər il torpağımızın ilk məhsulunu və hər cür ağacın nobarını Rəbbin məbədinə aparmalıyıq. Şəriətdə yazıldığı kimi ilk doğulan oğullarımızı, heyvanlarımızı, maleyvan və qoyun keçimizi Tanrımızın məbədinə, orada xidmət edən kahinlərin yanına gətirməliyik. Həm də xəmirimizin, taxıl təqdimlərimizin, hər cür ağaclarımızın meyvəsinin, təzə şərablarımızın, zeytun yağımızın nobarını, həm də xəmirimizin nobarını, taxıl təqdimlərimizin nobarını, hər cür ağaclarımızın meyvəsinin nobarını, təzə şərablarımızın nobarını və zeytun yağımızın nobarını kahinlərə, Tanrımızın məbədinin anbarlarına, torpaq məhsullarımızın 1/10 də lavililərə gətirməliyik. Çünki işlədiyimiz bütün şəhərlərdə 1/10 hissəsini lavililər alırlar. Lavililər 1/10 hissəsini alarkən, Harun oğullarından olan kahin onlarla olacaq. Lavililər də alacaqları 1/10 hissəsinin 1/10 Tanrımızın məbədinə, ambar otaqlarına aparacaqlar. Çünki İsraillilər və lavililər
taxılın, təzə şərabın və zeytun yağının təqdimlərini ambar otaqlarına gətirməlidirlər. Orada müqəddəs məkanın qabları, xidmət edən kahinlər, məbəd qapıçıları və nəğmətçilər olacaq. Beləcə biz Tanrımızın məbədinə laqeyd olmayacaq. Fəsil 11. Xalqın rəisləri Orşəlimdə yerləşdilər. Xalqın yerdə qalanı da püşk atdı ki, hər 10 nəfərdən biri yaşamaq üçün Orşəlimə, bu müqəddəs şəhərə getsin. O biri 9-u da o biri şəhərlərdə yaşasın. Xalq Orşəlimdə öz göylü ilə yaşamağa gedənlərin hamısına bərəkət verdi. Orşəlimdə yerləşən vilayət başçıları bunlardır. Ancaq bəzi İsraillilər, kahinlər, lavililər, məbəd qulluqçuları və Süleymanın əyanlarının oğulları Yahuda şəhərlərində hər kəs öz şəhərindəki mülkündə yerləşdi. Yahuda və Benyamin övladlarından bəziləri də Orşəlimdə sakin oldular. Yahuda övladlarından Peres nəslindən Məxəlel oğlu, Şefətya oğlu, Əmərya oğlu, Zekəriya oğlu, Oziyya oğlu Ətaya və Şela nəslindən Zekəriya oğlu, Yoyarib oğlu, Ədaya oğlu, Xəzaya oğlu, Çolxozə oğlu, Baruç oğlu Məəsiya. Peres övladlarından Orşəlimdə yerləşənlər 468 nəfər igid adam idilər. Benyamin övladları bunlardır. Eşaya oğlu, İtiyel oğlu, Məəsiya oğlu, Qulaya oğlu, Pedaya oğlu, Boed oğlu, Meşollam oğlu, Sallu və ondan sonra Cəbbəy və Səlləy 928 nəfər. Zikri oğlu Yoel onların rəhbəri idi. Həsən-Nua oğlu Yahuda da şəhərin vali müavini idi. Kahinlərdən Yoyarib oğlu Yedaya, Yakin, Əxitob oğlu, Merayot oğlu, Saduq oğlu, Meşollam oğlu, Xilqiya oğlu, Tarının məbədinin başçısı Seraya və məbəddə iş görən qohumları 822 nəfər. Məlkiya oğlu, Pəşxur oğlu, Zekəriya oğlu, Əmsi oğlu, Peləlya oğlu, Yeroxam oğlu Ədaya və onun nəsil başçısı olan qohumları 242 nəfər. İmmer oğlu, Meşillemət oğlu, Əxzəy oğlu, Əzərəl oğlu Əməşsəy və onun qardaşları 128 nəfər igid döyüşçü. Həqqədolim oğlu Zəbdiyel onların rəhbəri idi. Lavililərdən Bunni oğlu, Xəşəbya oğlu, Əzriqam oğlu, Xəşşub oğlu Şəməya. Lavililərin başçılarından Şəbbetəy və Yozabad Tarının məbədinin bayır işlərini idarə edirlər. Asaf oğlu, Zəbdi oğlu, Mikka oğlu Məttənəy, şükür duasını oxuyan məbəd nəğmətçilərin dəstə rəhbəri və qardaşlarından Bəqboqya onun müavini idi. Yedoton oğlu, Calal oğlu, Şəmmuə oğlu Əbda da var idi. Müqəddəs şəhərdə yaşayan bütün lavililər 284 nəfər idilər. Məbəd qapıçıları Əqqob, Talmunla qardaşları ki, dərvazalarda keşik çəkirdilər, 172 nəfər idilər. İsraillilərin, kahinlərin və lavililərin yerdə qalanları bütün Yahuda şəhərlərində yaşayırdılar. Hər kəs öz mülkündə yaşayırdı. Lakin məbəd qulluqçuları Ofeldə yaşayırdılar.
Sixa və Cişpa onlara rəhbərlik edirdi. Tanrının məbədindəki ibadətə nəğmətçilər Asaf övladlarından Mika oğlu, Məttənəy oğlu, Xəşəbya oğlu, Bani oğlu, Ozzi Orşəlimdə lavililərin rəhbəri idi. Bu nəğmətçilər padişahın fərmanına tabe idilər və hər gün vəzifələrini müəyyən edən əmrləri yerinə yetirirdilər. Yahuda oğlu Zerax övladlarından Meşezebel oğlu Petəxya İsrail xalqının ümumi işlərində Fars padişahına kömək edirdi. Kəndlərə və zəmlərinə gəlincə, Yahuda övladlarından bəziləri Giryətərbələ qəsəbələrində, Dibonla qəsəbələrində, Yeqbeseellə kəndlərində, Yeşuda, Moladada, Beyt Peletdə, Xəsər-Şualda və Birşiba ilə qəsəbələrində, Siqləqdə, Mekona qəsəbələrində, Eyn-Rimmonda, Sorada, Yarmutda, Zanoaxdə, Ədollamla kəndlərində, Lakişlə zəmilərində və Əzəqa ilə qəsəbələrində qaldılar. Yaşadıqları məntəqə Birşibadan Xinnom dərəsinə qədər idi. Benyamin övladları Cəbədən başlayıb Mikmasla Əyada, Beyt illə qəsəbələrində, Anatotda, Nobda, Ananiyada, Xasorda, Ramada, Cittayimdə, Xadiddə, Seboimdə, Nebəllatda, Lodda, Onuda və sənətkarlar dərəsində məskən saldılar. Yahudadakı lavililərin bəzi bölmələri Benyamin ərazisi üçün ayrıldı. Fəsil 12. Səəltiyel oğlu Zerobbabil və Yuşə ilə qaydan kahinlər və lavililər bunlar idilər. Seraya, Eremya, Ezra, Əmərya, Məllok, Xəttoş, Şəkənya, Rexom, Meremot, İddo, Cinnetoy, Əbya, Miyamin, Məədya, Bilca, Şemaya, Yoyarib, Yedaya, Sallo, Amok, Xilgiya və Yedaya. Bunlar Yuşəin dövründə kahinlər və qardaşlarının başçıları idilər. Lavililər Yuşə, Binnoy, Qədmiyel, Şerebya, Yahuda, Məttənəy. Məttənəy qardaşları ilə birlikdə şükür nəğmələri üçün məsuliyyət daşıyırdı. Onların qardaşları Bəqboqya ilə Onni ibadətə onların qabağında durdular. Yuşədən Yoyagim gəldi. Yoyagimdən Elyaşib gəldi. Elyaşibdən Yoyada gəldi. Yoyadadan Yonatan gəldi və Yonatandan Yəddoa gəldi. Yoyagimin dövründə nəsil başçıları olan kahinlər bunlar idilər. Seraya nəslindən Meraya, Eremya nəslindən Xənəniya, Ezra nəslindən Meşollam, Əmərya nəslindən Yehoxanan, Məllok nəslindən Yonatan, Şəbənya nəslindən Yusif, Xarim nəslindən Ədna, Merayot nəslindən Xelqay, İddo nəslindən Zekəriya, Cinneton nəslindən Meşollam, Əbya nəslindən Zikri, Minyamin nəslindən, Muədya nəslindən Piltay, Bilca nəslindən Şəmmua, Şemaya nəslindən Yahunatan, Yoyarim nəslindən Məttənəy,
Yedaya nəslindən Ozzi, Salləy nəslindən Gəllay, Amoq nəslindən Eber, Xilya nəslindən Xəşəbya, Yedaya nəslindən Netanel. Elyaşib, Yoyada, Yoxanan və Yaduayn günlərində Lavili nəsil başçıları və kahinlər Fars padişahı Daryuşun hökmranlığı zaman qeyd edilmişdilər. Lavili nəsil başçıları Elyaşib oğlu Yoxananın günlərinə qədər salnamələr kitabında yazıldı. Lavililərin başçıları Xəşəbya, Şerebya və Qədmiyəl oğlu Yuşə bir tərəfdə, qardaşları da o biri tərəfdə dayanıb, tarı adamı Davudun təşrihinə mütabiq bir-birinin cavabında həmdlər və şükürlər edirdilər. Məttənəy, Bəqboqyay, Obədya, Meşollam, Təlmon və Əqqob qapçılıq edib, dərvazalardakı ambarları qoruyurdular. Bunlar Yosadaq oğlu, Yuşə oğlu Yoyaqimin günlərində Vali Nehemya və şəriətşünas kahin Ezranın dövründə yaşayırdılar. Orşəlim divarının təqdis etmə mərasimində Lavililər yaşadıqları hər yerdən çağrılıb Orşəlimə gətirildilər ki, təqdis etmə mərasimini şadlıqla, şükürlə, nəğmələrlə, sind, çəng və təmburlarla keçirsinlər. Orşəlimin ətrafındakı sahətən və Netvəfalların kəndlərindən, Beyt Gilqaldan və Cəbələ Əzmavet çöllərindən nəğməçilər yığıldılar. Çünki nəğməçilər Orşəlim ətrafında özləri üçün kəndlər tikmişdilər. Kahinlər və lavililər özlərini tahir etdilər. Xarqı, dərvazaları və duvarı da tahir etdilər. O vaxt mən Yəhuda rəislərini duvarın üstünə çıxartdım və şükür nəğmələri oxuyan 2 böyük dəstə təyin etdim. Onların biri duvarın üstü ilə sağ tərəfdən Peyin dərvazasına tərəf gedirdi. Onların dalınca Xoşəya və Yəhuda rəislərinin yarısı, Əzərya, Ezra, Meşollam, Yəhuda, Benyamin, Şeməya, Eremya, kahin oğullarından bəziləri də Kərənay əllərində, yəni Asaf oğlu, Zəkur oğlu, Mikaya oğlu, Məttənəy oğlu, Şeməya oğlu, Yonatan oğlu Zekəriya, qohumları Şeməya, Əzərel, Milələy, Cilələy, Maəy, Netenel, Yəhuda, Xənani, tarı adamı Davudun musiqi alətləri ilə gedirdilər. Şəriətşünas Ezra onların qabağında gedirdi. Çeşmə dərvazası yanında və onların qabağında duvar yoxuşunda Davudun şəhərinin pilləkənləri ilə çıxıb, Davudun sarayının üst tərəfindən şərqə tərəf su dərvazasına qədər getdilər. Şükür nəğmələri oxuyanların o biri dəstəsi duvarın üstü ilə sol tərəfə gedirdi. Mən xalqın yarısı ilə onların dalınca yeriyirdim. Təndirlər bürcündən keçib geniş duvara qədər, Efraim dərvazasının üstündən köhnə dərvaza, balıqlar dərvazası, Xənənel bürcü, 100 bürcü və qoyun dərvazasına qədər getdik. Onlar keşikçilər dərvazasında dayandılar. Şükür nəğmələri oxuyanların 2 dəstəsi tarı məbədinin yanında ayaq saxladı. Mən də hükümət məmurlarının yarısı ilə dayandım. Kərənay çalan kahinlər bunlar idilər. Elyaqim, Məsəya, Minyamin, Mikaya, Elyoenəy, Zekəriya və Xənaniya, Məsəya, Şeməya, Elazar, Ozzi, Yehuxanan, Məlkiya, Eylam və Ezer. Nəğməçilər Yizrəxyanın rəhbərliyi altında
nəğmə oxudular. O gün böyük qurbanlar kəsildi və şadlıq oldu. Çünki Tarı xalqa böyük şadlıq vermişdi. Arvadlar və uşaqlar da sevinirdilər və Orşəlimin şənliyi uzaqlardan eşidilirdi. Elə o gün adamlar təyin olundu ki, iyanələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı ambarları hifz etsinlər. Bütün bunlar şəriətdə kahinlər və lavililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı zəmilərdən ambarlara gətirilməli idi. Çünki Yahudalılar ibadət edən kahinlərlə lavililərdən razı idilər. Onlar nəğmətçilərlə məbəd qapıçıları Davud və oğlu Süleymanın əmrinə əsasən öz tarlalarına xidmət edib tahir olma mərasimini yerinə yetirdilər. Çünki qədim zamanlarda Davudun və Asafın günlərində nəğmətçilər başçıları var idi və Tarıya həmd və şükür nəğmələri oxunurdu. Beləcə, Zerubbabelin və Nehemyanın dövründə bütün İsraillilər hər gün nəğmətçiləri və məbəd qapıçılarını gündəlik paylarla təmin etdilər. Onlar lavililərə düşən payı ayırdılar. Lavililər də Harun övladlarına düşən payı ayırdılar. Fəsil 13. O gün Musanın kitabından oxundu və xalq qulaq asırdı. Bu kitabda belə bir yazı tapıldı. Tarının cəmaatına Əmmonlu və ya Moablı heç vaxt daxil ola bilməz. Çünki Moab və Əmmon övladları İsrail övladlarını çörək və su ilə pişvaz etməmişdilər. Amma Bəlami ücrətlə tutmuşdular ki, İsrail övladlarını lənət etsin. Gərçi Tarımız o lənəti bərəkətə çevirdi. İsrail övladları qanunu eşitdikdə bütün yadelliləri İsraildən ayırdılar. Bundan əvvəl kahin Elyaşib ki, Tarımızın məbədinin ambarlarına nəzarətçi təyin edilmişdi, Tobiya ilə qohum idi və ona böyük bir otaq hazırlamışdı. Oraya əvvəllər taxıl təqdimləri, kündür, məbəd əşyaları, şəriətə mütabiq lavililərə, nəğmətçilərə və məbəd qapıçılarına verilən taxılın, təzə şərabın və zeytun yağının 1/10 hissələri və kahinlərə verilən iyanələr qoyulardı. Bu iş baş verəndə mən Orşəlimdə deyildim. Ona görə ki, Babil padişahı Ərtəxşəstanın hakimiyyətinin 32-ci ilində onun hüzuruna getmişdim. Bir müddət sonra padişahdan icazə alıb Orşəlimə qayıtdım. Elyaşibin etdiyi pisliyi barədə, yəni Tarı məbədinin həyətində Tobiyaya bir otaq hazırladığı barədə xəbər aldım. Bu mənə xoş gəlmədi. Ona görə də Tobiyanın bütün ev əşyalarını otaqdan bayıra atdım. Sonra əmr verdim və onlar otaqları təmizlədilər. Tarı məbədinin əşyalarını, taxıl təqdimlərini kündürlə birlikdə oraya geri gətirdim. Bir də xəbər tutdum ki, lavililərin payları onlara verilməyib və xidmət edən lavililərlə nəğmətçilər hər biri öz torpağına qayıdıblar. Mən hökumət məmurlarını tənbih edib dedim, nə üçün Tarının məbədinə ehmal olunub? Sonra lavililərlə nəğmətçilər yığıb vəzifələrinə qaytardım. O vaxt bütün Yahudalılar taxılın, təzə şərabın və zeytun yağının 1/10 hissələrini ambarlara gətirdilər. Kahin Şelemyanı, şəriətşünas Sadığı və lavililərdən Pedayanı ambarlara nəzarətçi, Məttənəy oğlu Zəkkur oğlu Xananı da onların köməkçisi təyin etdim.
Bu adamlar etimada layiq sayılırdılar və həmvətənlərinə pay bölmə işi onlara düşdü. Ey tarım, buna görə məni yadda saxla. Tarımın məbədi və oradakı xidmətlər üçün etdiyim yaxşı işlərimi yoxa çıxarma. O günlər Yahudada gördüm ki, bəzi adamlar səbbət günü üzüm sıxılan yerdə ayaqları ilə üzüm sıxırdılar və taxıl dəstələrini gətirib eşşəklərin üstünə yükləyirdilər. Şərab, üzüm, əncir və hər cür yükləri də səbbət günündə Urşəlimin içinə gətirirdilər. Buna görə elə o gün ərzaq satanlara acıqlandım. Orada yaşayan surlular da balıq və müxtəlif mallar gətirib səbbət günü Urşəlimdə Yahudalılara satırdılar. Yahuda əyanlarına acıqlanıb onlara dedim, nə üçün bu pis işi görüb səbbət gününü nəcis edirsiniz? Atalarınız məgər belə işlər etmədilər? Tarımız bütün bu bəlanı bizim və bu şəhərin üstünə buna görə məgər gətirmədi? Siz hələ də səbbət gününü nəcis edib, onun qəzəbini İsrail övladlarına artırırsınız. Urşəlim dərvazalarında səbbətin başlayacağı axşam çağı əmr etdim ki, qapılar qıfıllansın. Tapşırdım ki, səbbət qurtarana qədər qapıları açmasınlar. Bəzi nökərlərimi də dərvazaların qabağına qoydum ki, səbbət günü şəhərə heç bir yük gətirilməsin. Tacirlər və hər cür mal satanlar bir-iki dəfə gecəni Urşəlimin eşiyində keçirdilər. Onlara ixtar verib dedim, nə üçün duvarın qabağında gecələyirsiniz? Bir də belə edəsiniz, sizə əl qaldıraram. Tacirlər də o vaxtdan səbbət günü gəlmədilər. Sonra lavililərə əmr etdim ki, səbbət gününü təqdis etmək üçün özlərini təmizləyib gəlsinlər və qapıçı olaraq dərvazaların keşiyini çəksinlər. Ey tarım, bundan ötürü məni yadda saxla və böyük məhəbbətinə görə rəhm elə. Həm də o günlər o Yahudiləri gördüm ki, Əşdodlu, Əmmonlu və Moablılardan arvad almışdılar. Onların uşaqlarının yarısı Əşdod dilində ya da öz xalqının dilində danışırdı və Yahudi dilində danışa bilmirdi. Mən onları tənbih və lənət etdim. Bəzilərini də döyüb saçlarını yoldum. O adamlara tarı haqqına and içdirib dedim, qızlarınızı yadelli oğullarına verməyin. Oğullarınıza və özünüzə onların qızlarını almayın. İsrail padişahı Süleyman məgər buna görə günaha batmadı? Çox millətlərin arasında onun kimi padişah yox idi və o tarısının sevimlisi idi. Tarı onu bütün İsrail üstünə padişah etdi. Lakin yadelli arvadlar onu belə günaha saldılar. İndi biz sizin barədə eşidək ki, tarımıza xəyanət edib yadelli arvadlar almaqla bu böyük pisliyə əməl edibsiniz. Hətta baş kahin Elyaşibin oğlu Yoyadağın oğullarından biri Xoronlu Səmbələtin kürəkəni idi. Buna görə də onu yanımdan qovdum. Ey tarım, onları yadda saxla, çünki onlar kahinliyi, kahinlərlə kəsdiyin əhdi və lavililəri nəcis ediblər. Beləcə xalqı bütün yadelli şeylərdən təmizlədim. Kahinlər və lavililərin vəzifələrini müəyyən etdim. Hər kəsi öz işinin başına qoydum. Tərtibat verdim ki, odun və nobar məhsulu təyin edilmiş vaxta gətirilsin. Ey tarım, mənim xeyrimə bunları yadda saxla.